Bullying uşaqların psixologiyasına necə təsir edir? Salam, hörmətli valideynlər. Gəlin birlikdə bir suala cavab tapaq. Bullyingə məruz qalan uşağın psixologiyasında nə baş verir? Bu uşağın aqibəti necə olur? Aparılan araşdırmaların nəticəsindən məlum olmuşdur ki, bu araşdırmanı İsveçrəli alim Dan Olvus aparmış və o bullyingə məruz qalan uşaqların psixologiyasının bərbad vəziyyətə düşdüyünü, yəni özünü cəmiyyətdən təcrid etdiyini, çəkingən davrandığını, onun psixologiyasının belə deyək də özünə inam üzərindən mənfiyə doğru getdiyini xüsusi vurğulayır. Ant Klumik isə bullyingə məruz qalan uşaqların intihara qədər sövq oluna biləcəyi davranışların olduğunu deyir. Yəni burada biz valideynlərin üzərinə çox böyük iş düşür. Əgər valideyn evdə uşağının həvəssiz, məktəbə getmək istəmədiyini, dərsini oxumaq istəmədiyini, bacısı ilə qardaşının aqressiv davrandığını, hətta bəzən yeməkdən belə yemək istəmədiyini şahidi oluruqsa və buna əlavətən də müəllimi tərəfindən bu uşaq əvvəlki uşaq deyil, dərslərini yaxşı oxumur, sinif yoldaşlarına qarşı aqressiv davranır, bəzən müəlliməsinə cavab qaytarır kimi hadisələrlə biz qarşılaşanda birmənaş edə düşünməliyik ki, bu uşaq yəqin bullyingə məruz qalıbdır. Ki, psixologlar deyir ki, bu cür uşaqlarda bizim gözümüzdən qaçan müəyyən məqamlarda bu uşaq başqaları tərəfindən ad qoyulub uşağa təhqir olunubdur, tənqid olunubdur və yaxud da ki, onu ad qoyublar, onu əziblər, incidiblər. Sadəcə olaraq biz valideyn olaraq gözümüzdən qaçırdığımız üçün uşaq bizlə paylaşmayıbdır, müəlliməsi ilə paylaşmayıbdır. Biz uşağa bu belə vəziyyətlərdə bizimlə paylaşmasını, müəlliməsi ilə, özündən böyük bir, sevdiyi bir insanla başına gələnlər paylaşmasını, demək biz danışmadığımız üçün uşaq bununla qarşılaşır və onun cəmiyyətdə olan davranışı, özünə inamı bərbad vəziyyətə düşübdür. Belə olan təqdirdə, hörmətli valideynlər, bizim üzərimizə böyük bir məsuliyyət düşür. Uşağı öncəliklə dinləmək lazım, ona psixoloji dəstək vermək lazım və ən əsası da ona bu cür hadisələrlə qarşılaşarkən fikirlərini paylaşmasını təlqin etmək lazım, ona dönə-dönə izah etmək lazım. Çünki bu izah olunmadığı təqdirdə uşağın psixologiyasının nə qədər ziyan vurduğunu biz təsəvvür edə bilmərik.